Səttar, niyə yerlərini çapır? Neçə dəfə demişəm ki, bu əşyalarına toxunma. Səndən qızın kimi yox, jurnalist kimi soruşuram. Sənin davan bitə bilər, amma mənim söz savaşım davam edir. Sən bu müharibədə şəhid olanların dili olmalısan, görən gözləri olmalısan, bütün həqiqətləri danışmalısan, bütün dünya bilməlidir. Bunlar niyə yerlərinə çatmır? Səndən ata. Milyon dəfə demişəm ki, mənə ata demə. Demə mənə ata! İnsafın yoxdur sən. Yoxdur ürəyim. Mən müharibədən sağ-salamat gələn atamı qucaqlamaq istəyirəm, əzizləmək istəyirəm. Dərdimi danışmaq istəyirəm, imkan vermirsən, uzaqlaşdırırsan özündən məni. Bax, bu şəhid Səfərovun qızları daha ata deyə bilməyəcəklər. Ancaq atalarının şəklini, məzarını qucaqlayacaqlar. Bu isə şəhid Rəhimovun qızının bu dünyaya atasız göz açdı. O da ata deyə bilməyəcək. Şəhid Aslanov öz şəhid atasının yeganə yadgarı olan yaylığı sinəsinə basıb gəzdirirdi. Atasının qisasını alıb onun yanına getdi. Onun oğlu da ata deyə bilməyəcək. Necə ki ata deyə bilməmişdi, oğlu da ata deyə bilməyəcək.